Bir də digər proqramlarda müraciətlər yoxdur. Yəni işin biznes tərəfinə də getsək, təbii ki, bütün proseslərin özəyi biraz da biznesə gedir. Yəni bu insan, kurs rəhbəri öz biznesini artırmaq üçün təbii ki, müəyyən metodlara başvurmaq istəyir. Yəni əldə olunan müraciətləri düzgün dəyərləndirdiyi zaman öz kursunu, tədris mərkəzini daha da genişləndirə bilər. Aydındır. Və biz bu genişləndirməyə şərait yaradırıq. Bəli, bir növ işlərini asanlaşdırırsınız. Bəli, həm kommunikasiya olaraq ən uyğun, belə deyim sizə, ən onların zəif yeri, ən çətinlik çəkdiyi yeri kommunikasiyanı təmin edirik. Borcu avtomatik, düzgün, səhvsiz hesablayırıq və əlavə olaraq da bizim 7/24 texniki xidmətimiz də var. Az əvvəl də qeyd etdiyim kimi biz gecə saat 1-də komandanız genişdir. Bəli, mit elədiyimiz zamanlar çox olub bizim, yəni. Əsas odur ki, biz həmişə deyirik, əsas odur ki, siz sualınızı verin, səhvsiz işləyin. Nə qədər sual versəz, nə qədər, yəni bizi kobudca desəm bezdirmirsiniz. Nə sualınız var, bizə verə bilərsiniz. Yəni biz texniki xidmət olaraq ödənişsiz fəaliyyət göstəririk. Yəni biz proqramı siz bizdən alırsınız, 7/24 texniki paketdə almış olursunuz, yəni. Əla. Müəyyən güzəştlər yəqin ki, tətbiq olunur ilk vaxtlarda. Təbii ki. Məsələn, yeni yaranan kurslara güzəştlər tətbiq olunur. Tanıtım çünki lazım olur onlara. Saylara, məsəl üçün, əgər tələbə sayı çoxdursa, təbii ki, aylıq abunə ödənişini onlara daha çox gələ bilər. Onlara təbii ki, biz tələbələrin sayı artdıqca endirim edirik. Yəni, təbii ki, biz edirik. Yəni, insani halda bəzən ola bilər ödənişi bu ay ödəyə bilməyib, gələn ay ödəyəcək. Biz bu halları nəzərə alırıq. Əla. Yeni yeri gəlmişkən kurs açanlar, tədris mərkəzləri açanlar yəqin ki, nəzərinizdə saxlayacaqsınız. Əlaqə nömrəsini ona görə söyləyim. İndi Aytən xanımla zəng edib danışa bilərsiniz, ətraflı müzakirə eləyə bilərsiniz. 070 502 50 00